Biz təmizlədik, düzəltdik, abadlıq işi getdi. Saxlamaq sizdən asılıdır. Kanal 21 xəbər verir ki, Ağcabədi rayonunun Şənlik kəndində son zamanlar diqqətə layiq işlər həyata keçirilib. Kənd arası 3 kilometrdən çox yol bərpa olunub, küçələr işıqlandırılıb, qəbirstanlıqlarda abadlıq işləri görülüb. Bütün bunların arxasında isə kəndin yeni bələdiyyə sədri İsmail Rəsulovun fəaliyyəti dayanır. Onun seçilməsindən hələ bir il tamam olmayıb, amma bu qısa müddətdə həm kəndin simasında dəyişikliklər yaradıb, həm də sakinlərlə sıx təmas qurub. İsmail Rəsulov mütəmadi olaraq vətəndaşları qəbul edir, onların problemini dinləyir və həll yolları tapmağa çalışır. Təəssüf ki, bəzi kəndlərdə bələdiyyə sədrlərinin kim olduğu belə bilinmir. Elələri var ki, illərlə otaqlarından çıxmır, sakinləri qəbul etmirlər. Şənlik kəndində isə əksini görürük. Bələdiyyə sədri həm işgüzarlığı, həm də insanlara yaxınlığı ilə seçilir. Şənlik kəndində görülən bu işlər bir daha sübut edir ki, səmimi niyyət və çalışqanlıq varsa, nəticə göz qabağındadır. Siz izləyicilər, hal-hazırda gördüyünüz kimi biz Ağcabədi rayon Şənlik kəndindəyik. Dəyərli izləyicilər, hansı ki bu gördüyünüz bu kənd yollarında, yəni bərbad vəziyyətdədir. Uşaqlar məktəbə gedib gələndə əziyyət çəkirdi. Qar, palçıq, yağış bildiyiniz kimi qabaqdan da qış gəlir, yəni əziyyət çəkirdi uşaqlar. Məktəbin də yaxınlığında olan bir yoldur. Sağ olsun Ağcabədi rayon bələdiyyəsi İsmail müəllim. Həqiqətən də gördüyünüz kimi kənd arası yolları düzəldir, yəni abadlaşma işləri gedir. Allah dövlətimi, millətimi qorusun. Burada da kənd sakinləri adından, Ağcabədi rayonu adından, şəxsən özüm Kanal 21-in bölgə müxbiri olaraq İsmail müəllimə təşəkkür edirəm. Allah canınızı sağ eləsin. Buyur Ağsaqqal. Xoşunuz gəlir bu çəkilən yollardan? Çox sağ olsun. Allah kömək olsun. Allah razı olsun. Üstə gelib gəlmək olmur da məktəbin yanıydı. Uşaqlar gedə bilmirdi. Çox sağ olsunlar. Allah kömək olsun İsmail müəllimindəki belə bir təşəbbüs irəli sürüb. Çox sağ olsun. Bəli, Allah dövlətimi, millətimi qorusun. Belə gözəl işlər görür də yavaş-yavaş. Əziyyətə olanların Allah kömək olsun. Bələdiyyə elə bir orqandır ki, öz-özünün müayənəsinə idarədir. Biz də çalışıb ona dəstək olun. Bəli, bələdiyyənin vergisini verirsə, bundan da daha çox işlər gedəcək. Gözü qaçırıb onun vergisini versə, hər şey yaxşıdır. Bəli, hər bir qapı... Vətəndaş pul ödəməsə görə bələdiyyə nədir? Bəli, bələdiyyə əlində sehirli çubuğu yoxdur ya da gedib iş görəsin. Kənd sakinləri vergini versə, normal. Bəli, hər adam öz vergisini versə, işdə gedər. Bəli. Bir daha Sevinç xanım, sizə də təşəkkür edirəm. Allah sizə var eləsin. Bir Nəzarət TV kimi həmişə xalqı, millətin, dövlətin yanında olan bir insanlarsınız. Sizə də təşəkkür edirəm. Çox sağ olun. Sizlərlə bahəm, sizlərlə bahəm. Görülən işdən gülük gələr. Bəli, bəli. Xalqımızdan da, cəmaatımızdan da mən həmişə çəkilişlərin sonunda onu deyirəm ki, biz təmizlədik, düzəltdik, abadlıq işi getdi. Saxlamaq sizdən asılıdır. Bəli, əsas məsələ odur. Həqiqətən də bax, şəffaf seçki bu deməkdir. Deyərdim ki, həqiqətən də xalq öz seçimində yanılmamışdır. Hər bir kəsə, hər bir işdə uğurlar arzulayırıq. Hakimliyin Səfər Müşfiq Əzizoğlu. Sizə məlumat verirəm ki, bu yol hal-hazırda təmir işlər gedib. 2 ayından qabaq bu yolda mümkün dəyərli iş görmək. Sağ olsun İsmail müəllim. Biz kənd adından ona öz təşəkkürümüzü bildirir ki, belə işlər görürük. Ağcabədi rayon Şənlik kənd sakini qurban olsun. Çox sağ olsunlar, görülən işə görə. Razılığımız var. Kənd idi, küçələr pis gündəydi, gediş-gəliş çətinliyi var idi. Allah köməkləri olsun, sağ olsunlar. Şəhər bələdiyyəsi də çox sağ olsun ki, bizim üçün bu abadlarını görür. Çox sağ olsun. Sağ olsunlar ki, bu yolları düzəldilər, onun özü böyük köməkdir. Cəmaatın tələbatını yerinə yetirirlər.